Salam, hörmətli izləyicilər. Bugün sizlərə fəza fiqurlarının kombinasiyalara aid bir sualın izahını verəcəyəm. Deməli, şərtdə verir ki, piramidanın oturacağın tərəfi A və iti bucağı alfa olan romdur. Piramidanın daxilinə doğranı oturacaq müstəvisi ilə beta bucağı əmələ gətirən konus çəkilib, konusun həcmi tapılır. Konusun həcmi nəyə bərabərdir? V konus bərabərdir 3/1 pi r-in kvadratı bir də h hündürlüyə. Bizə nə lazımdır? R və h. Və R nəyə bərabərdir? Əgər piramidanın oturacağı romdursa, onun daxilində çevrə çəkilibsə, həmin rombun hündürlüyü h, yazıram rom, 2-yə bölsəm, həmin çevrənin radiusuna bərabərdir. Və biz indi R-i nətər taparıq və yaxud da h nətər taparıq? A kvadrat, yazıram A kvadrat, sinüs alfa. AB sinüs alfa paralelogramda idi. A kvadrat sinüs alfa romdadır. A kvadrat sinüs alfa bərabərdir rombun sahəsi. Bir də nə var? A vurasın h. Hündürlüyə. Yəni ki, h romba. Bu A ilə bu A burada x-dir. H bərabərdir A sinüs alfaya. İndi hər tərəfin 2-yə bölsəm, h bölünsün 2 bərabərdir A bölünsün 2 sinüs alfa. R bərabərdir h bölünsün 2 olduğuna görə, deməli, R özü nəyə bərabərdir? A bölünsün 2 sinus alfaya bərabərdir. Daha sonra nə edərəm? H-ın R-ə nisbəti, böyük H-ın R-ə nisbəti bərabərdir. Tangens beta verər bizə. İndi H nəyə bərabərdir? Bəs R vurasın tangens beta. İndi R-in yerinə yazıram. Kiçik R-in yerinə yazıram. A bölünsün 2 sinus alfa vurasın tangens beta. İndi gəlin həmin konusun həcmini tapaq. V konus bərabərdir 3/1 S oturacaq H. Yəni ki, pi vurasın R kvadrat. R nəyə bərabərdir bəs? A bölünsün 2 sinüs alfaya. Kvadratı A kvadrat bölünsün 4 sinüs kvadrat alfa. Bir də vurulsun H. H-ın özünü necə tapmışıq bəs? Bax, bu ifadə. A bölünsün 2 sinüs alfa vur tangens beta. Bunu sadələşdirək. 3 4-üm 12, 2-yə vuranda 24 oldu. Pi var burada. A kvadratın A-ya vuranda olur A kub. Vurasın sinüs kvadrat alfanı sinüs alfaya vuranda sinüs kub alfa eləyir. Bir də vuraq nə var? Tangens beta. Deməli, bizim doğru cavabımız pi A-nın kubu böl 24 sinüs kub alfa tangens beta. Pi A-nın kubu, sinüs kub alfa burada var. Burada 12 var. Doğru cavabımız nədir? Y variantıdır.